Və gəlib çıxdıq elə texnologiyadan söz düşmüşkən, onlayn alış-veriş bunun rahatlığı yoxsa problemi daha çoxdur. Bunu araşdırmışıq, mütəxəssislər də danışıblar və bir də sahibkarlar, mağaza sahibləri onlayn alış-verişə adaptasiya edə bilirlərmi öz mağazalarını? Bu suala da cavab axtarmışıq. Azərbaycanda bir nümayəndəliyi yoxdur. Özündə yarada bilməyən bizneslər tənəzzülə məcburdur. Onlayn alış-veriş edirəm, riskləri var. Bəzən kargolar gəlmir, bəzən isə daha gec gəlir. Yox, demək olar ki, yox. Görüb seçməyə daha çox üstünlük verirəm ona görə. Rahatlıqdır, çünki kim gedib, yəni oradan fərqli yerlərə gedib bir şey axtarmaq istəyər ki, telefonda varkən. Zaman və enerji qənaəti, məhsul bolluğu və münasib qiymətlər onlayn alış-verişi cazibədar edir. Oturduğumuz yerdə biz istədiyimiz şeyi həm ala bilirik, həm qaytara bilirik. Yerimizi dəyişmədən, hətta bir anda xeyli brendlə üz-üzə qala bilirik. Bir lüksdür, bir trenddir. Bu trendin bizə verdiyi şey rahatlıqdır. Onlayn alış-verişə özündə yarada bilməyən bizneslər tənəzzülə məcburdur. Amma bu rahatlığın arxasında təhlükələr də gizlənə bilər. Saxta saytlar, keyfiyyətsiz məhsullar, gecikmiş çatdırılma və şəxsi məlumatların təhlükəsizliyi kimi narahatlıqlar. Qanun bu halda da istehlakçını qoruyur. Sadəcə olaraq satıcı xarici ölkə subyekti rezident olduğu halda real praktiki müdafiə imkanları olmur. Azərbaycanda həmin şirkəti məhkəməyə verirsiniz və məhkəmədə müsbət xeyrinizə qərar çıxır. Amma Azərbaycanda bunu icra eləmək olmur. Çünki həmin satış onlayn platformasının Azərbaycanda bir nümayəndəliyi yoxdur, əmlakı yoxdur, bank hesabı yoxdur. Həmin şirkətin fəaliyyət göstərdiyi ölkədə o şirkəti məhkəməyə vermək üçün ki, onu sabah icra eləyə biləsiniz. Bu zaman siz gərək həmin ölkədə ya gedib orada bir müddət yaşayasınız, yaxud vəkillə müqavilə bağlayasınız. Bu da necə deyərlər, üz astarından baha başa gəlir. Səmərəli olmur. Onlayn mağazalar var ki, bunların fiziki mağazaları belə yoxdur. Ambar satış edirlər. Və düşünün ki, nə qədər xərcə qənaət etmiş olurlar. Bütün onlayn alış-veriş platformalarında sizin datalarınız var. Siz orada hansı məhsula baxırsınız, nə qədər zaman keçirdirsiniz, nə alırsınız, nə rəng alırsınız. Ənənəvi marketinq fokuslanır məhsula. Rəqəmsal marketinq isə alıcıya. Onlayn alış-veriş gələcəkdə ənənəvi ticarəti tamamilə əvəz edə bilərmi? İqtisadçı Xalid Kərimli sözügedən ticarət platformasının real sektora təsirini güclü saymır. İqtisadi artıma təsiri yox səviyyəsindədir. Çünki idxal və xərcləmə bir-birisini bağlayır. İstehlaka çəkilmiş xərclər və onlayn idxalın artması bir-birisini sıfırlayır və müdaxilə məhsula ilkin olaraq, statistik olaraq heç bir təsiri yoxdur. Burada biz fikirləşməyək ki, onlayn ticarət gələcəkdə ənənəvi ticarəti üstələyəcək. Pərakəndə ticarətin kanalı kimi həm onlayn ticarət, həm ənənəvi ticarət öz mövqelərini saxlayacaqlar. Növbə gözləməməklə vaxt itkisinin olmaması, platformaların rəngarəng rəfləri internet üzərindən alış-verişi bizim üçün daha cəlb edicidir. Amma diqqəti əldən vermək olmaz. Xüsusən də istehlakçıların xarici platformalardan alış-veriş vaxtı daha çox aldandığı müşahidə edilir ki, bir çox hallarda əldə sübut olmadığından malı dəyişdirmək və ya geri qaytarmaq mümkün olmur. Onlayn alış-veriş illərdir dövrümüzün, zamanımızın, həyatımızın bir parçasıdır. Bu gerçəklikdir. Bu gerçəkliyə ayaq uyğunlaşdırmaq lazımdır deyirlər. Yəni, uyğunlaşmaq lazımdır. Bundan kənarda qalan sahibkarlar, obyektlər, mağazalar şübhəsiz itirirlər. Dövrün tələbidirsə, bunu uyğunlaşmaq lazım. Amma o ki, qaldı onlayn alış-verişin gələcəkdə real alış-verişi tam əvəz etməsinə bu mümkünsüzdür. Mənə gəlir ki, heç vaxt bu tamamilə mümkün olmayacaq.